türk xalqlarının daha sıx və daha seyrək məskunlaşdığı əraziləri müvafiq olaraq müəyyən edin. İlk növbədə ərazilərə nəzər salaq. Mangistau bildiyimiz kimi bu ərazi əsasən demək Qazaxıstan sahillərinə düşür. Ümumiyyətlə bu ərazidə əhali seyrəkdir. Abşeron yarımadası bildiyimiz kimi Azərbaycanımızın ən sıx əhali olan ərazilərdən biri elə Abşeron yarımadasıdır. Mərmərə dənizi bəli Türkiyədə bu dəniz sahili ətrafı da daha sıx məskunlaşma malikdir. Aral dənizi ətrafı bildiyimiz kimi səhralardan ibarətdir və bu ərazinin əhali sıxlığı eynilə həm Dörd, həm də Xəzər yanı ovalıda seyrəkdir. Lənkəran ovalığında isə bildiyimiz kimi əhali sıxdır. Belə ki, biz əhali sıx olan bölgələrə 2, 3 və 6 bəndlərini uyğun görəcəyik. Belə ki, 1-ə 2, 3, 6. İkinci, əhalinin seyrək olduğu ərazilər isə Mangistau yarımadası, yəni 1, Aral dənizi ətrafı 4 və Xəzər yanı ovalı 5-i uyğun görəcəyik.